Dostlar, yine en sevdiğiniz videolardan biri mətbəx videosundan qarşınızdayım. En məşhur olan turp salatı da demək olar, turşusu da demək olar. Gəlin ondan hazırlayaq. Görək nə təhər. Gəlin hazırlamağına keçək. Bizə lazım olan ərzaqlar turp, stüyot, duz olacaq, bir də sarımsaq olacaq, petruşka, göyərti, süd. Deyirsən, alındı. Yes, dostlar. 4 yerə bölüb yığırıq. Sonra boşqaba əlavə edirik. Sonra bankalara əlavə etməyə başlayacağıq. Naxışlı bıçaqla turpları 4 yerə bölüb yığırıq. Sonra bankalara əlavə etməyə başlayacağıq. Naxışlı bıçaqla eləməyin məqsədi odur ki, qəşəng formalı alınsın. Artıq hazırdır. Anamın köməkliyi ilə artıq hazırdır. Yəni indi bankaya yığaq. Siz də girin banka, turpla dost olun. Tabii ki, xırdalayaq biraz. Ya da burada hazır var. Ondan bəlkə götürək dostlar. İşimiz asan da olsun. Biraz bundan əlavə edək dostlar. İndi də yavaş-yavaş turpları əlavə edirik. Bunları götürüm. Mən doğraya bilmədiyimə görə hazırından istifadə edim. Turpları gəlin indi yığaq bankaya. Mənim qardaşım tutmasız yemək yemir. Öncə bu tutmanı o təklif elədi, gəlin hazırlayaq deyə. Anam bir dəfə hazırladıq. Çox xoşumuza gəldi deyə mən sizinlə bölüşmək istədim. Mən xoşuma gələn videoları sizinlə bölüşməyi sevirəm. Biraz tez olmalıyam. İndi də göyərtin əlavə edək içinə. Bir qat göyərti, bir qat turp. Arada sürf edərək döksəniz. Biraz da turpun dadına baxaq. Ayda mən həkimə gedəcəkdim dostlar. Eyb yoxdur, mixəklə eləyək. Heç nə olmaz, turpdan iyi gəlmir ki. Amma turpun özünə məxsus iyi var. Bu ilə həll eləmək olar. Yəni göyərti ilə, zadla həll eləmək olar. Turp da yedim. Diş həkimə gedəcəkdim. Amma mixəklə, saqqızla həll eləmək olar. Yenə göyərtiyə keçdik dostlar. Sarımsaq. Bir dənə sarımsaq əlavə edək. İçinə bir dənə sarımsaq əlavə olundu. İndi yenə həmin qaydada eləyirik. Bu desəm böyük oldu. Biraz dostlar, bunun xırtasını tapmaya çalışım. Biz hər şeydən turşu hazırlayırıq. Bir dənə zeytindən hazırlanırıq. Biz gül kələmindən də turşu hazırlayırıq. Hətta bunun videosu da var. Baxa bilər əlavə. Meyvələrdən də turşu hazırlayırıq. Almadan, heyvadan. Bir dənə zeytindən başqa hər şeydən hazırlayırıq. İnşallah onu da tutmağı öyrənəndən sonra onunla da hazırlayırıq dostlar. İnşallah. Sonda göyərtisini də əlavə edib dənə stüyotunu tökək. İçlərini dənə stüyotu əlavə edək. Dənə stüyotu xəzətlərini tamamlayaq. Bunu hazırlayandan sonra
2 dəqiqə isti suyun zadın isti suyu soyandan sonra bunu xaldenikdə saxlayın dostlar. Bu bankaya 2 qaşıq duz gedir. Duzunu əlavə edək. Bu duzu Axıra kimi tökdü? Birində. Bəsdir. Düzdür. Axıra kimi tök. indi isə şəkər tozunu əlavə edirik. 1 qaşıq da şəkər tozu əlavə edirik. Amma istəsəz duzu 1 qaşıq da tökə bilərsiniz. Şəkər tozunu da ona görə tökürük ki, həm daşmasın, həm də çöp verməsin. Biraz dağıtmasın, qəşəng olur. Aferin. İndi isə biraz alma sirkəsini tökürük. Yarım stəkan. Bu da hardasa yarım stəkan kimi olar deyəsən. Və bunu deyəsən hamısını tökmək olacaq. İnşallah ki, duzun üstünə daşmaz. Daşmaz. Yarım nəsə. Deyəsən bunun hamısını tökmək olacaq. Yarım stəkan lazımdır. Yarım stəkan. Ay. Bu qıtarım. Var. Banka dolana qədər qaynar su tutulur. İndi anam onu uzaqda geçir. Mən yanmayım. Buyurun. Sizin tutuşma. Turşu. Turşu buyurun sizin tutmanız hazırdır. Turşunuz hazırdır. 5 saniyədən saatdan sonra yemək var bunu. Dostlar, indi isə qapağını bağlayaq. Evdə Bu hazırdır. Artıq yeyib qurtarmışıq. İçində az qalıb. Baxın. Turşusu belə olur. Artıq suyu da qızarmış. Çox dadlı turşudur. Baxın. Turşunun özü də qızarıb hətta. Bunu göstərmək üçün belə əlimə alım. Baxın. Biraz dadına baxaq. Belə də qəşəngdir. Turşu normalde qəşəngdir, belə də qəşəngdir. Mən turşu şəxsən sevirəm. Belə. Düz haqqınızı helal edin bu arada. Bir dənə bankam alındı. Qəşəng. Artıq axşam naharında yemək olacaq. Bu gün atamla qardaşım evdədir. Şirniyyat da hazırlamaq istəyirəm və onu da sizlə bölüşmək istəyirəm.